Beləcə qonaqlıq hazırlığı iki cinahdan idarə olunur. Biri odun başında, biri ocağın yanında. Sanki ailə kiçik bir ordu kimi cəbhələrə bölünüb. Məqsəd isə birdir, qonağın könlünü açmaq. Bu əməkdaşlıq az qala kənd diplomatiyasının ən ali nümunəsidir. Qadınla kişinin işi bir-birini tamamlayır. Kişi kebabı çevirə-çevirə özünü qəhrəman hesab eləyir. Xanımsa süfrə salfetlərini belə incə zövqlə düzüb elə bir masa düzəldir ki, hər kəs bilmədən tərif edir. Bir tərəfdə duzun az olub olmaması müzakirə olunur, o biri tərəfdə salatın narla bəzədilməsinin əhəmiyyəti danışılır. Əlbəttə bu işdə zarafat da mütləqdir. Kişi kebabı tərifləyə deyir. Bunu şəhərdə restoranda belə tapmazsan. Xanımsa gülümsəyərək cavab verir. O kebabın dəyəri olardı ki, yanında mənim bişirdiyim plov da olaydı. Evin uşaqları su daşıyır, samavar çayla dolur, qazanların qapaqları cingildəyir, həyətdə səsküydən həyat şənlənir. Kənddə qonaqlıq təkcə yemək deyil, həyatın özüdür, birlikdir, ailə ocağının isti nəfəsidir. Elə ki, kəmərin altı genəldi, başlayır maraqlı söhbətlər. Başlarına gələn əhvalatlar, daha nələr. Bu kebabı daimi dağlarda yemişəm. Hər bulağın üstündə bir quzu kəsmişəm. Dəli dağda, Mırad təpəsində, yaylaqların adını deyirəm sənə. Beləliklə, kənd qonaqlığı həm zarafat, həm gerçəklik, həm zəhmət, həm də sevginin sintezidir. Burada qadınla kişi bərabər addımlayır. Biri odun, biri ocağın arxasında dayanır. Nəticədə isə könülləri fəth eləyən, yaddaşlarda qalan, dadı dillərdə yaşayan bir süfrə yaranır. Kənddə qonaqlıq təkcə qarın doyurmur, qəlbi də sevindirir. İnsanı həm doyurur, həm də birləşdirir. Bu da kənd həyatının əsl gözəlliyidir. Sizi bilmirəm, kənd qatığını görən kimi ilk meyl etdiyim qatığın üzüdür. Bəh. Necə də iştahlı görünür. Lap kəndə getməyim gəldi. Beləcə kəndin qonaqlı qaralı bir gününü bişirib, doğrayıb, süfrə kimi önünüzü açdıq. İnanıram ki, həm iştahınız açıldı, həm də könlünüz xoş oldu. Hazır olun,
Bəlkə gələn həftə qəfil sizin kəndə qonaq düşdük. Samavar qaynatsanız, kababı da çox eləyin. Kim bilir? Bəlkə bir də görəcəksiniz ki, qapınızı döyüb gəlmişik, ayoba deyirik. O vaxta qədər siz sağ olun, biz salamat. Kənd əhvalınız həmişə şən, süfrəniz bərəkətli olsun.